Herkese salam dostlar, necəsiniz? İnşallah ki, yaxşı olarsınız. Bugün sizlerle birlikte piknik vlog çəkəcəm. Və bugün piknik edəcəyik kuzenlərimlə. Saysaq, nə da kuzenlərim sayılır. Çox da kuzenim, çox da sayılır. Bugün edəcəyik piknikə. İlk dediyim kimi, yəni üsttəki addan doğru bilmirsiniz yəqin. Mərkəzi parka gedəcəyik. O bilmirəm, o tərəfdədir. 28 tərəfdə var. 28 tərəfdə falan da yəqin, bilmirəm, tam dəqiq yerim. Mən gələcəm Gəncliyə buradan. Gənclikdən də Gənclik metrosundan da məni götürəcəklər. Oradan bir tane metroya minib gedəcəm. Yəni oraya qədərini bilirəm. Ondan sonrasını tam dəqiq bilmirəm. Məsələn, Gəncliyə özüm gedə bilərəm. İndi mən saçımı darayıram. Saçımı yığacağam. Çünki bu istidə mən saçımı açıq qoya bilmərəm. 5-10 dəqiqə qabaq yerimi də yığdım. Həmən bir saçımı darayaq. Saçımı əslində mən açıq qoymaq istəyirdim. Sadəcə sonra yadıma düşdü ki, həm isti olacaq, həm də ki, piknikə gedirsən, həm kombinimlə uyumlu deyil. Ya belə düşündükdən sonra artıq dedim ki, mən saçımı at quyruğu yığacağam, baxın şəkildə bura qoyaram. İndi sizinlə birlikdə onu yığmağa çalışaq. Haydi. Quyruğumuz belə görsənir, belə yığdım. Saçım da uzanıb var da buradan da, buradan idi əslində buralardan. Burada şey olur, mən düzəldirəm görüm. Mən saçımı düzəltdim, artıq hörməyə keçə bilərik. Saçlarımızı elədik oldu. Məncə çoxda bir şey olmadı ama daha bu təsən yığıram gələm. Mən əsəbləşdim, bir daha olmasını açdım, yıxdım. Görürsən. Saçdan bitirdik şu anda biz. Bir də mən üzümə bir damcı qaşlar vuracağım. Üzdən də bitirəcəyik. Sonra qaldı bir paltar giyinmək. Kendi ilk önce sunkamı baxaq. Belə bir sunka götürəcəm. Xoş. Sunkamı sizin də işte çıkartacağım. Olmaz. Bir de pul var. Neyime lazım? Pul var. Dəstən qoyaq bunları yerlərinə. Bunu taxım arasında qaldım. Çünki şort kimi qəhvəydi, ayaqqabım qəhvəydi, sunkam pəmbədir, pəmbə də bir şeyim yoxdur. Yəni belə taxmağa buradan. Mən çox pəmbə rəngi sevmirəm deyə çox pəmbə bir şeylər almadım. Şu anda lazım oldu. O zaman bir çaresini tapdım yine taparım. Ya da qara qaldı. Qoltuq olaraqda bunu taxmaq istəyirəm. Bunu taxmaq istəyirəm. Yəni taxmaq üçün. Nələr görsünüz.
Ne diyorsun? 5 dakika gəl. Belə özük taxacam girmiş can sırası. Fikrimi dəyişirdim o qulaq balığın balıq qulağı olanın yerinə ramaşkalı mən bir dənə qolbaq. Əslində o şeydi, ayaq üçün idi, mən qırıb düzəldim, qolbaq eləmişim. Okey, o kadar. Şimdi bir de bu 7 sepimizi takacağız. Bunu tersine mi takalım yoksa düzün mü takalım? Düzün takalım. Geç oldu mu? Göstereyim birazdan. Biz 95 dakika kalmış. Ben sıkılmayayım. Ben bir tanesle bunu sıkacak birazdan. Ben biraz da size kamera atırım. Şu anda Adıpının həyətindədik, universitet Adıpının. Kuzenimlə gəldik, burada işi var idi, onu eləyəcək, birazdan biz də çıxacağıq. Metrodan gəldim və bu metroda çox adam vardı, sıxlıq idi deyə metroda bir şey çəkəmədim. İndi oturmuşam belə. Gözləyirəm gəlsinlər, sonra biz də çıxaq kirəyə artıq. Burada sizə kombini bir görsətməmişəm. Oraya gedəndə görsünüz ki, burada adam var, biraz sonra çəkirəm. Artıq KFC-dəyik, yemək zakaz eləyib gedəcəyik və piknikdə yer tapaq parka. Kameram niyə belədir? Girdim markete bir şeyler alacaqlar, gedəcəyik düşmədürən almışdım. Sanırım ki ben de dik bir yere çıktım. Dik bir yere çıktım oturmuşam. Çoxdan da video çəkmədim deyə evimdə qoyub çəkim. Hər şey yaxşı gedir, normaldır. Yəni pis bir şey yoxdur. Sadəcə biraz tırsam elə. Hə. Burada bir dənə mikrofon məhlə var, deyir ora narkomanlar məhlələrdir. Üzrlü sayıram belə sözlərim üçün. Heştat. İndi birazdan da şərtör çəkdirəcəyik. Çəkirləri yoxaramıra. Tamam, bu qədər yəni. Bye bye. Mindik taksidə gedirik evə. Gözlərin sil. Ama sen